Salam, hər vaxtınız xeyir. Zümrə və Yeməklər kanalının izləyiciləri. Sizə bu gün sobada çorba qızartmasının reseptini bölüşəcəm sizlə. Deməli, çorbanı doğraydıq və soğanları halqa-halqa, bir qaşıq tomat, bir qaşıq mayonez, duz, istiot, əlavələri təbii ki tökürük. Qırmızı istiot tökə bilərsiniz zövqə görə, qara istiot və sarı kök əlavə edirik və biraz da duru yağ təbii ki və əlimizlə də qarışdırırıq. Kartof, pomidor da əlavə edirik. 1 saat cəmi və yaxud 2 saat da gözlədə bilərsiniz. Gözlədikdən sonra yağlı kağıda əlavə edirik. Bu çorba cəmi 1 saatda, 1 saat 40 dəqiqəyə, yəni sobalara görə çorba, yəni sobalara görə fərqli dərəcələrdə olur və sobaya yerləşdiririk. Yəni 1 saat 40 dəqiqədə pişə bilər. Sobadan asılıdır, yəni dərəcəsinə. Mən tamam pudda əlavə qoydum. Cəmi 1 saat 40 dəqiqəyə hazır oldu və 40 dəqiqə, 30 dəqiqədən sonra gəlib baxırıq, görürük ki, həm suyunu qoyub, həm qanı çıxıb çorbanın. Sonra suyu çəkildikdən sonra və görürsünüz ki, bişməyə hazırlaşır. Gördüyünüz kimi çorbalarımız suyu çəkilib, yağını qoyub və hazırdır çorbalarımız. Xoş olsun, kanalıma abunə olub like etməyi unutmayın əzizlərim.